Bura Masallı rayonunun Qızılağac kəndidir. Kənd deyəndə bura qəsəbə tipli bir yerdir. Yəni çox böyük bir yerdir. Deməli mən Bakıdan dünənləri saat 7-dən akşam saat 7-dən gəlmişəm, 6-dan gəlmişəm. Deməli bu kəndin işığı yoxdur. İşığı yoxdur, yoxluğu o tərəfə qalsın. Yəni bu heç kimin belə deyək də qulağına döyür. Heç kimin vecinə döyür. Yəni bu boyda kənddir, bunun mağazinləri var, bunun nə bilim şəraiti olmayanları var. Nə bilim, baxın, mağazinlər, xalagenliklər, nə bilim hər şey dayanıb bu kənddə. Və zəng edirsən bu Azərişığın işçilərinə, deyir, neyin yeməliyik, necə eləməliyik, biz bilmirik. Təsəvvür edin ki, bax, bu transformatorlar mən uşaq olanda gördüyüm qoyulan transformatorlardır. Baxın. Və üstündən 30-40 il keçməyinə baxmayaraq, bu kənd 4 dəfə böyüməyinə baxmayaraq, bu kəndə bir dənə də olsun təzə transformator qoyulmayıb. Böyle bax, görürsün nə qədər mağazinlər var, insanlar var. Bunların, yəni bu kənddə 20-yə, 30-a yaxın böyük fermalar var ki, minlərlə heyvanlar, qoyunlar, quşçuluq fabriki var ki, bütün günü generator, bu adam bir qəpik pul qazanmaq istəyir, bütün günü generator işlətməklə burada pul qazanmaq olmaz. Mağazində ərzaqlar, insanların kənd cəmatıdır, evində cüzəsi. Bugün demək olar ki, Qurban bayramı başlayır, insanların yəni bayram əhval-ruhiyyəsi yox. Yəni burada belə nə problem baş verib ki, bu Qızılağac bu boyda kənddir, bu boyda insanlardır. Bunlar bu boyda insanlardır və bu boyda insanların işıqları yoxdur. Mən buradan üzümü tuturam Azərişığın rəhbərliyinə ki, bu özbaşınalığa son qoysunlar. Bu ölkə başçımızın yəni tapşırığı ilə milyardlarla pul ayrılan bir ölkədə, yəni bu kənddən 35-40 ilin müddətində yəni o qədər adi işıq stulbalar. Bax, burada bir iki dənə yerdə dəyişiblər. Bax, görürsünüz, yolun qırağında dəyişiblər. Bu işıq stulbalar qoyublar.